şəkərlə bağlı ehtiyatlı olun. Xoş münasibətlər insanlarla qura bilərsiniz. Həddindən artıq yumuşaq olmayın bəzi yerdə. Amma sərt tənqid də eləməyin. Yəni o ikisinin arasında belə deyirlər, tutuzdurun. Salam hansı bir hal-hazırda oğlağı deyəcəm. Nömrəni deyin 051 436 42 82 051 436 42 82 WhatsApp nömrəsinə yazırsınız. Qara çörək otu yağı, müşk yağı, qızıl gül yağı bu arada heç neçə gündür demirəm. Kimlərdə uşaqlarında özünüzdə parazit, qurt, iltihaplanma da varsa boranın tuğunun yağı da var. Bu arada təmiz orijinal yağlardır, etiketdə 100%, yəni təmiz misir yağlarıdır. Yəni burada doldurma deyil, Sumqayıtda açılan deyil, heç əldə vurula bilməz. Çünki bunu sırf Qahirədən, fabrikat şəraitdən bura gətirmişəm mən. Ona görə də sayıca azdır. Və rayonlara çatdırılmamız mümkündür, əlavə 3 manat ödəniş olacaq. Bakıda isə metroların içərisində hər bir hala yeri çatdırma pulsuzdur. Və oğlaqlardan danışacağım. Sabah sizə Oxatandan fərqli olaraq çox uğurlu gündür, hər şey alınacaq bir gündür. Çətin işlərdən, böyük layihələrdən qorxmağa ehtiyac yoxdur. Həddindən artıq ciddi görsənən bəzi işlərin öhdəsindən çox yaxşı gələcəksiniz. Nə qədər inamlı davransanız bir o qədər uğurlu olacaq. Adi üsullardan imtina edə bilərsiniz. Hissləriniz sizə nə harda nə dayanmaq lazımdır onu göstərəcək. Kimlə ünsiyyətə girmək istəyirsənsə əlverişlidir. Həm işgüzar əlaqələrinizə, həm şəxsi görüşlərinizə aiddir. İşgüzar görüş romantik sevgiyə çevrilə bilər. Ətrafınızdakılar sizə necə reaksiya versəz həyat, elə də qarşılığını alacaqsınız. Sevgi versəz sevgi, nifrət versəz nifrət. Nə bir mövzudan söhbət gedirsə, getsin. Sizi bu qane eləyəcək və bu şansları görəcəksiniz. Xanımlar və bəylər. Bir daha ekranı bəyəndiyiniz üçün təşəkkür edirəm. Bir dənə söz deyəcəm. WhatsApp-a yazırsınız, görürəm. Canlıdan çıxandan sonra dərhal narahat olmayın. Zaten hər bir kəsin yazdığını mütləq şəkildə izahını verirəm və verdiyi sualı cavablandıram. Hələ heç bir kimsə deyə bilməz ki, mən Ulyaya yazdım. Ulya mənə cavab vermədi və yaxud da mənə hörmətsizlik elədi. Hər kəsi dinləyirəm. Ona da uyğun cavabını verirəm. Yağların məlumatlarını verirəm. Yəni bu narahat olmağa dəyməz. Yəni imkanlaşdırıb alanlar da sağ olsun. Ala bilməyib sonraki ayda, yəni sonra imkanı düzəlib gəlib alanlar da sağ olsun. Ala bilməyənlərə də Allah pul nəsib eləsin ki, tez bir zamanda ala bilsin. Daha nə deyə bilərəm? Siz də sağ olun. Və dolçalardan danışacağım. Bir dənə balığı saxlamaq istəyirəm sona. Sabah hər şey çox yaxşıdır. Pis olmayacaq heç nə. Günü möhtəşəm deyim ki sizə. Ötəsi yox. Orta möhtəşəm deyə bilərik. Şikayət eləmək üçün ciddi səbəbləriniz olmayacaq. Əslində ilk uğurlarınız var. Bu uğurlar sizə inam verəcək. Bəzi yerlərdə kəşfləriniz olacaq. Dua saatı çatır, onu deyirəm. Bəzi vaxtda qazandığınız bilikləriniz, bacarıqlarınız. Bəli. İndi qulaq as gör nə deyirəm. Son vaxtlar qazandığın biliyim, bacarığın, bir təcrübənin sənə kömək. Mən demişəm, bu ayın 30-dan sonra hərəkət eləməyə keçəcəksiniz. Nailiyyətləriniz işgüzar baxımdan faydalıdır. İnsanların diqqətini çəkəcəksiniz. Əsas odur ki, diqqət çəkməyə başlayacaqsan. Peşəkar əlaqələri genişləndirə bilərsiniz. Hardansa sizə iş təklifi gələ bilər. Yeni layihə ola bilər. Yeni ideya mübadiləsi ola bilər. Ümumiyyətlə, yenidən formalaşan yeni bir planlarınız ola bilər və bunu müzakirə edə bilərsiniz. Yeni seçim özünüzün olacaq. Seçimi özünüz edib qərarınızı verərsiniz. İnşallah. Artıq dua vaxtına gəlib. Duamızı eləməliyik 0-0. Öncə duadan qabaq demək istəyirəm ki, bugün ilk duamı ancaq balıqlardan sonra bir-iki kəlmə deyə bilərəm. Duadan öncə birinci nə deyəcəm? Bugün ilk duamı təklif Aysal. İlk duamı bilirsiniz kimlər üçün verəcəm? Tək başına, çətinlikdən yorulmayan, bu saatlarda yeni evlərinə gələn, uşaqları üçün və özü üçün yaşama savaşı verən. İlk duamız, bax, tək başına həyatda qalmaq üçün yaşama savaşı verən xanımlarımız üçündür. Allah o xanımlarımızı qorusun. Allah bu çətin həyat savaş yolunda kim ki övladı üçün, ailəsi üçün çalışır, kişi olsun ya qadın olsun, dəxli yoxdur, onların köməyi olsun. Bəli, çünki
xanımlar əziyyətin yükün çoxunu üzərinə götürür. Amin. Mən haqqım olanı istəmirəm. Haqqım olanı istəmirəm. Haqqım olanı istəmirəm. Amin. 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 Mənim üçün ən gözəli, ən xeyirlisi nədir? Onları yaşat. Nəsib et, yaşat deyirəm. Arzularımı, istəklərimi, ürəyimdən keçənləri mənə xeyirli et, sonra nəsib et. Ən gözəl məntiqli dua budur. Haqqımda nə xeyirli varsa, sevgi və eşq sayəsində, eləcə də iş sahəsində onları mənə nəsib et, yaşat. Amin, amin, amin. Ruzim, bərəkətim, xeyir duam, şansım, ev xəbərim, övlad xəbərim, hər nə istəyirəmsə, səmadadırsa endir, yerdədirsə çıxart. Uzaqdadırsa yaxınlaşdır, yaxındadırsa asanlaşdır. Azdırsa çoxalt, çoxdursa bərəkətləndir. Ya Rəbbim, ya Rəsulallah, amin. İmtihana gedənlərin, sınağa gedənlərin zehnini açıq elə, gücünü, biliyini qüvvətli elə. Amin. Anaları, övladları qarşısında, övladları, anaları qarşısında, kişiləri, qadınları, qadınları da kişiləri qarşısında yüzü ağ, alnı açıq elə. Amin. Bizi yanlış və səhv yoldan uzaqlaşdır. Amin. La həvlə və la qüvvətə illə billəhül əliyyül əzim. La həvlə və la qüvvətə illə billəhül əliyyül əzim. La həvlə və la qüvvətə illə billəhül əliyyül əzim. Bu arada məni izləyən, dinləyən, buradan yazan, yazmayıb yuxarıdan baxan, narahat olun, burada heç kim işləmirlər. Allah köməyiniz olsun. Bəli, ev arzusunda olanların o evin içində yaşamağa, baxın, o arzuları arzulayanda bilirsiniz həyata keçməyin ən qəşəng yolu. Onun gözünüzün qabağında arzuları dilə-dilə gözünüzün önünə gətirin. Xərçəng səhifəsi, ürək işarəsi atmaq olmaz. Bax, mən hər zaman onu dua edərkən deyirəm, öz ağ evimin içində ilk dəfə sizə təşəkkür edirəm. İnşallah axırıncı olar. Axırıncı deyil, axırıncı. Hər gün bu saatda bizim ritual günümüzdür. Manifestimiz var. 00:00-da hamı qoşulur duaya. Və bu mükəmməldir. Toplu olunan dua, toplu bəlkə eyni hər gün bu saatda Allahı da xatırlayırıq, sistemi də xatırlayırıq, enerjimizi, ruhumuzu nəyə qadir olduğumuzu da xatırlayırıq və özümüz üçün bir şey edirik. Şükür edirik, təşəkkür edirik. Mən ankayam, mən ankayam, mən ankayam. Bəli, sıfırdan küllərimdən hər gün səhər gül olaraq doğularam və zəfərə və uğura gedənəm. Uğura gedən olun. Yazın, aldım, qəbul etdim kodam. 3-4 gündə manifest edəcəm, indi deyirəm, kodlama edirəm, deyim. Başarıya qaçan olun, uğura gedən olun. Rəbbim qatında yürü qulum, yürü deyənlərdən olun. Amin. Və əuzubillahimineşşeytanirracim, bismillahirrahmanirrahim. Əuzubillahimineşşeytanirracim, bismillahirrahmanirrahim. Və əuzubillahimineşşeytanirracim, bismillahirrahmanirrahim. Sevib də qovuşmayanlara Allah qovuştursun. Uzaq yolda olanlar Allah qovuştursun. Ailəsindən uzaq düşənlər amin. Allah qovuştursun. Allah ömrümüzə bərəkətli ömür ehsan eləsin. Şəri şeytanı, mərdim azarı uzaq eləsin. Doğru düzgün yolda, sizin yolunuz, yəni Rəbbimin yolunda gedənlərdən etsin bizi. Mərdim azardan etsin bizi. Mərdim azardan, şərdən, şeytandan, böhtandan, ipə sapa üfrən qadınlardan uzaq eləsin. Amin. Gözdən, nəfsdən və pis şeylərdən uzaq eləsin. Və hər birinizi, burada məni izləyən xanım və bəylər, burada hər kəsin öz içində, özü üçün bəslədiyi bir arzusu olur, həmişə mütləq olur. Bax, o, burada istədiyiniz arzunu elə istədiyiniz şəkildə yaşamağı Allah nəsibiniz eləsin. Amin. Və mən ankayam 7.1.1.7. Mən ankayam 7.1.1.7 və mən ankayam 7.1.1. Amin deyən dilim var olsun həmişə. Amin sizlə bahəm. Övlad arzusunda olanlara qısa zamanda bax bura gəlib niyə ağladınız? Çünki buna ehtiyacınız var idi. Dua edərkən ağlamaq ruhunuzun açılmağı deməkdir. Təşəkkür edirəm. O çox gözəldir. Narahat olmayın. Tək ağlayın. Mən ankayam, mən ankayam, mən ankayam. Eşq olsun ankalara. Sabahdan etibarən ağlınızda bulunsun. Heç gözləmədiyiniz yerdə bir lələk çıxsa, qarşınıza quş lələyi, bilin ki, bir ankasınız. Bunu mən sizə deyirəm.
Və Ankada həyatında dəyişikliyə və dəyişimə hər an hazır olmalıdır. Heç gözləmədiyiniz yerdə gözləmədiyiniz iş görüşləri, sevgi təklifləri, gözəl təsadüflər və gözəl həyat addımları sizi gözləyəcək. Hamınıza Allahdan bərəkətli ömür arzulayıram. Quş lələyi, bəli. Gözləmədiyiniz yerdə, gözləmədiyiniz yerdə. Bu ankalığın təcəssümüdür, bu bir mesajdır, bu bir işarədir, unutmayın. Bir dənə balıqları deyim. Balıqları. Sonra sizə bir dənə bugündən sonra eləyəcəyiniz ritualları daha 2 dəqiqədə həll olmasını elə tez arzularınız varsa, tez həyata keçmək istəyirsə, onun sirrini öyrədəcəm. Atamcanı öyrədəcəm. İmtahana gedənlərin, sınağa gedənlərin, bəli, biliyi artıq olsun, elmi zəngin olsun. İnşallah zehni açıq olsun, nəticəsi də gözəl olsun. Və balıqlar. Ola bilər bugün bura fərqli insanlar girib, hər kəsin ürəyində, beynində elçi gedənlərin, ay inşallah, qapılar açıq olsun, cavablar da xeyirli olsun. İnşallah. Sabah balıqlar, biraz his baxımından diqqətli olun. Subaylara dua edək, hər kəsin Allah yanına deyil, üzr istəyirəm də, yanına deyil, ürəyinə və həyatına yaraşan insanla qarşılaşdırsın, amin. Emosional cəhətdən biraz diqqət etsin balıqlar özlərinə, həddindən artıq bəzi şeyləri mürəkkəbləşdirməyə ehtiyac yoxdur. Hər şeyə bir qədər sadə və nikbin baxın. Özünüzə və ətrafınızdakı insanlara inamınızı qoruyun. Köhnə problemlər, bəzi xatirələr sizi düşüncələrə qayıtmaq məsləhət deyil. Amin. Özünüzü, həmişə demişdi quzu, özünüzə yaxşı əhval yaratmaq vacibdir. Özünüzü sevindirə bilərsiniz. Ağıllı, həddindən artıq xərc tələb eləməyən bəzi şeylərlə özünüzü sevindirin. Rest edin, özünüzü hədiyyə alın. Kiçik, xoş bir hədiyyə elə bilərsiniz özünüzə, dadlı bir şam yeməyi, sevdiyiniz məşğuliyyətlə məşğul ola bilərsiniz. Çünki balıq özünün enerjisini, restini artıranda, bəli, çox gözəl olur, zövqü də gözəl olur, danışığı da gözəl olur və enerjisini yüksəldir. Və indi isə sizə bir dənə söz deyəcəm. Kimlərə ki, yağları vermişəm, onlara istifadə qaydasını öyrətmişəm. Yəni, izah etmişəm. Əstəğfurullah, mən kimə mümkün izah etmişəm bildiklərimlə. Və bu arada deyim, uğur və pul kodunun çıxarılmasını edirəm, 20 manatdır. Yüksələn bürcün hesablanmasını edirəm, onun da qiyməti 20 manatdır. Kimsə WhatsApp-a yaza bilər. Və bu arada kimə uğur pul kodu çıxartmışamsa, şükür olsun bugünə, hələ heç kim məndən narazılıq eləməyib. Hamıda da vəziyyət yaxşıdır. Hamı deyir ki, vallah, Ulə xanım, başımı qaşımağa vaxtım yoxdur. Siz deyirdiniz, elə bilirdiniz, deyir. Hamı o qədər bəzi səhvələrdə, bəzi adamlar o qədər bəzilərinizi aldadıblar ki, hamının sanki gözü qırılıb. TikTok olub artıq bir kim kimə harda pul atdı söhbətidir. Olmaz belə bir şey. Halallıq gözəl bir şeydir. Bunu mən həmişə demişəm. İş gördüyüm insanlardan da halallığını axıra qədər də alıram. Ona görə də 7-24 telefonumu açıldı. İkincisi, tutalım ki, bir arzunuz var. Yadınızda saxlayın. Simülyasiya deyilən bir şey var. Manifest deyilən bir şey var. Manifest nədir? Bu yaşadığımız bu həyatda dayanmadan bir şey. Biz görürsünüz nə deyirəm? Gözəl şeylərin yaşanmasını efsanə ilə yaşayırıq. Olmuş kimi var edin. Tutalım, belə deyim, pul sıxıntınız var. Ya Rəbbi, mənə pul yetir. Yox. İstəklərinizi doğru şəkildə deməlisiniz. O pulu gözünüzü yumub, özünüzü, evinizin bir dənə yerini düşünün və orada daima pul olduğunu düşünün. İnanın Allaha. Mən bunu ilk dəfə eləyəndə, bir neçə ay sonra o düşündüyüm yerdə əməlli başda pul dolub daşmağa başladı. Yəni, hər zaman ora pul qoydum və ora pul yığıldı və mənim həmişə artığım oldu. Yəni, belə bir şey düşünün, bir şkafın bir gözünü və gecə yatanda da ora baxın, gözünüzün önündə canlandırın, pulun iyini hiss edin, pulun gözünüzün önünə gətirin, pulunuz gəlir, onu nəyə xərcləyəcəksiniz, nəyə inəyəcəksiniz, pul nə qədərdir, konkret olun. Baxın, siz arzunu da arzulayanda, dua edərkən də manifest edək, nə edirsiniz, edin, dəxli yoxdur, konkret olun. Ya, falan şey olsun da, ay Allah, yox. Əslində olsun, falan şey, nəsibiniz olsun, o heç. Amma tam o enerjinə düşsəniz, gözünüzü yumsanız, gündə sadəcə 1-2 dəqiqənizi özünüzə sərf eləyin. Çox demirəm ki, 21 gün bunu istifadə edin. İndi belə bir şey necədir? Bizim millətdə bir dənə belə bir şey var. Adi gedirik həkimə, dərman yazılır. 3 gün atırıq, 4 gün, 5 gün, patoloqa 6-cı gün deyirik, sağalmadıq. Yox, yox, bu həkimdə nəsə var. Yadınızda saxlayın, müalicələrində, bilinçaltı kodlamanın da 051 436 42 82 bilinçaltı kodlamanın da
arzunun da, istəyin də bir zamanı var. Səbirlə, hünərlə başqa cür heç kəsə üstünlük eləyə bilməz. Bu Nizami Gəncəvinin uzun illər, əsrlər bundan qabaq Sirlər Xəzinəsindən olan bir aforizmidir. Görürsünüz nə deyir? Səbirlə, hünərlə başqa cür heç kəsə üstünlük eləyə bilməz. Sizcə Nizami Gəncəv axmaq idi? Heç nə bilmirdi? Adi səhiyyədə belə bir şey var. 21 gün pis vərdişi olan belə insanlar belə tam şəkildə bədən ağrısından xilas olur. 21 gün deməli önəmli bir gün. Adi maşın təzə sürənlər deyir ki, 21 gün davamlı sürətdə maşın sür. Niyə? Avtomatik qorxu səndən gedəcək. 21 gün çox önəmli. 21 gündən 3 aya qədər yağları verdiyim adamlara deyirəm, istifadə edin. Edin və işinizə gücünüzdə olun. Oturmayın, yatmayın. Allahdan bəli, disiplin, rejim və hərəkət eləmək. Görün onlar sizi hara aparıb çıxardır. Bir xanım var, dedim, bir neçəsinə deyirəm, bunu da deyirəm. Pulun, sevginin arxasınca qaçmazlar. Pul da, sevgi də, sizin enerjiniz, ruh halınız gözəl olanda, siz artıq başa düşəndə ki, sizi var olan səbəbiniz, ruhunuz, enerjinizdir, o özü gəlib sizə çatır. Nə pulun dalınca qaçmağa ehtiyac yoxdur, nə işin, nə gücün, nə də heç bir şeyin. Bunu sizə mən deyirəm. Ay xanım, yayda içmək olar o yağların hamısı içmək üçün deyil. Bu yağlar yayda da, qışda da içilir. Bəli, bu qara çörək otu yağdır. Bu yağa qışa, yaya nə dəxli var? İçirsən ki, bəs bədənin sağlığı. Elə yayda lazımdır ki, artıq yağlar bədənindən geçsin, bağırsaq sistemin təmizlənsin. Bağırsaq ikinci beyin deməkdir. Bir insanın bağırsağı sağlamdırsa, onun orqanizm və immuniteti güclü olacaq. İmmunitetin zəif olan insanlar xüsusən bu yağları içsin. Bir yazın ChatGPT-yə, hamınızda var, göyə bilmirsiniz, qəşəng bilirsiniz. YouTube-a yazın, qara çörək otu yağının faydaları. Bir baxın görün orada nə dəhşətli şeylər çıxır qarşınıza yaxşı mənada. Bu arada gecəniz xeyrə qalsın.